Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsindən sonra ardıcıl olaraq onun həyat yoldaşı, qızı və gəlini tutduqları vəzifələrdən azad olundular. Akademikin Fövqəladə Hallar Nazirinin müavini vəzifəsində çalışan oğlu Teymur Mehdiyevin də karyerası ilə vidalaşacağına dair yayılan xəbərlər isə öz təsdiqini tapmır. Mətbuat az bu mövzuda yeni məlumat əldə edib. Məlumata görə, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq oğul Mehdiyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. O, hər gün səhər 9-da işdə olur, bəzən axşam 20:00, hətta 21:00 kimi vəzifəsinin icrasını davam etdirir. Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir. Məlumatlı şəxs oğul Mehdiyevin işdən çıxarılıb, çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib. Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir. Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir. Ailəlidir, 2 övladı var. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinə maddi-texniki təchizat üzrə rəis müavini təyin olunub. Qaynar info aza istinadən xəbər veririk ki, Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözü gedən vəzifəyə Daxili Xidmət kapitanı Yaşar Şükürlü təyin edilib. Qeyd edək ki, bir neçə ay əvvəl Bakı Regional Mərkəzinin maddi-texniki təchizat üzrə rəis müavini Daxili Xidmət polkovniki Elvin Xanlaroğlu Mehdiyev vəzifəsindən azad olunaraq təqaüdə göndərilib. Elvin Mehdiyev 2024-cü ilin iyul ayında Dövlət Yanğından Mühafizə Xidmətinin Maliyyə İdarəsinin rəisi vəzifəsindən azad edilərək Bakı Regional Mərkəzinin maddi-texniki təchizat üzrə rəis müavini təyin olunmuşdu. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur. Ramiz Mehdiyevin oğlu general-mayor Teymur Mehdiyev isə Fövqəladə Hallar Nazirinin müavinidir.